yaxşı eləyirəm. Ər mənim ki, kimi səhər deyil ki, Şəmkirli gedib bir kişidən bir tutub doğub ər demirəm ki. Bakıya kim qoymur ki məni? Adını da yazın da bilək. Kim qoymaya bilər ki, bir onun adını yaz. Görürsünüz, yazamırsınız qorxunuzdan. Ay balam, zakısı var, yoxdur, özləri bilər. Kişi çıxıb deməlidir, mənim uşağımdır. Всё. Ondan sonra o bicbala adı üstündən götürülür. Durmursa uşağın yanında, demirsə ki, mənim övladımdır, o bicbala səhv. Bunu mən demirəm, bunu qanun deyir. Bəli. Ada yazır ki, səndərin də çox gözəl insanlarsınız, sizi tanıyıram. Fəxr eləyirəm deyir sizdən. Çox sağ olun, çox sağ olun. Siz niyə bu qədər möhtəşəmsiz axı? Çox sağ olun. Hər özünə cavab deyirdi, Şəhla xanım, düz deyirsiniz. Getsin xarabasında, qapısının dalını bağlasın, xarabasında mənlə işi olmasın. Mənlə işi olarsa, çaşanı aşırdaram, başa düşdünüz? Ay canım, Şəbnəm kimin ərin əlindən alıb elə mi yazırsınız? Ər çıxdı, dedi ki, bu mənim oğlumdur. Biz onun şəxsi işinə qarışa bilmərik. Başqalarında gəlib deyən yoxdursa, o bir iş sayılır. Mən bunu demək istəyirəm. Şəbnəmin, heç ər də demirəm, uşaq doğduğu kişi çıxdı orada uşağın əlindən tutur, məktəbə aparır, şəkilləri bütün el aləmlə doldu. Google-da da yazın, baxın. Mən gözümlə görmüşəm, mən özüm şəxsən gözümlə də görmüşəm, şəxsən tanıyıram. Mənim Şəbnəm xalam qızı deyil, əmim qızı deyil. Şəbnəmin doğduğu uşağın atası çıxıb o uşağın arxasında durmasa, sual versiniz, onu da deyəcəm. Amma fakt bu da axı ki, mən ona ağzım əylər axı. Mənim Şəbnəmdən gəlmir. Şəbnəmdən də çox tənqid elədiyim olmayıb. Şəbnəmin ayrı sahədə qorxaqlığını bəyənmirəm, deyirəm. Qorxaqdır. O da ki, qızıma görə qız anasıyam. İndi mən dostlar qız anası olmadığım üçün ola bilər o hardasa düz deyir. Deyir çox da deyir dadiba gedə bilmirəm. Amma Şəbnəmin uşaq doğduğu kişi Şəbnəmin yanında bax belə dayanır. Uşağının da əlindən tutur, məktəbə aparır, gətirir. Çəkilişləri də var. Çəkilişə qədər də qoyublar. Başa düşdünüz? Ona görə də mən ona o sözü deyə bilmərəm. Deyənin də başına, buradan ağlına başa salaram ki, daha doğrusu ki, yəni sən Google-da yaz, görməmsənsə gör. Kişi qaşımış ki, familiyasını da verib, atalıq adını da verib, əlindən də tutur, balalarınla bir yerdə xoşbəxt, xürrəm, şad həyatını yaşayır. Şəbnəm o kişinin gəlib ailəsini dağıtmır, çıxıb demir, ərim mənə bunu aldı, ərim indi onu mənə aldı. Mən Şəbnəmi baxırıq da, hərəkətlərinə baxırıq. Şəbnəm bir dəfə efirə çıxıb deyib ki, kocişimin yanına gedirəm. Şəbnəm heç vaxt o kişinin arvadına stres yaşatmayıb, biz görürük. İndi ay balam səhv eləyib, özləri bilər, o həyatı özləri seçib. Amma deyirəm ki, Şəbnəm başqasının ailəsində dava salıb dağıtmayıb. Hətta Şəbnəm biləndən sonra da mən Şəbnəmi tanıyıram da, Şəbnəm ayrılmaq istəyirdi. Mən bilirəm. Şəbnəmə heç ərzad da lazım deyil, özü ərdir də. Mən demirəm, düz həyatdır, kimin sərindən şu, yox, səhvdir, dəstəkləmirəm. Amma indi bir səhvdir də, bir 10 müğənni eləyib. Amma bu 10 müğənninin içindən bir nəfər bicdoğan çıxır, deyir ki, niyə bicdoğan deyirəm? Ata çıxıb demirsə ki, mənim uşağımdır, o bicdir. Deyir ki, mənim kocam, mənim ərim bunu aldı. Xalqın arvadını yandırır, evinə qırğın salır. Şəbnəm eləmir elə şey. Şəbnəm deyir, bir səhvdir, olub, amma da indi keçənə güzəşdi. Yəni, bu iş olub keçmişdə və böyükü günü Şəbnəm işində, gücündə. Bir dəfə buradan sizə sual verirəm. Mən vəkili zad deyiləm, Şəbnəmdən də çox tənqid elədiyim olmayıbdır. Deyirəm ki, Şəbnəm bir dəfə çıxıb, yandı qındı verib kişinin arvadına. Yazın. Harda, hansı videoda? Görürsünüz, yazırsınız, düzdür. Şəbnəm çıxıb o kişinin arvadına yandı qındı verərsə, Şəbnəm burada məndən çox sürüyan olmaz. Şəbnəm yerini bilən qızdır. Şəbnəm həyatdır, insandır. O deyirsiniz, bəyək yazırsınız, heç kimi qınamayın, düz deyirsiniz. Bax, orada qınamıram. Ona görə ki, insandır. O zaman o şey olub, bitib, o şeylərə biz qarışma haqqımız yoxdur. Səhvdürmü, düzdürmü? Biz də bilirik ki, evli kişidən uşaq doğana səhv deyirik. Amma gəlin görək kişi atalıq veribmi? Bəli. Uşağının yanındadırmı? Bəli. Danırmı at olduğunu? Xeyr. Çıxdı mı ortalığa? Çıxdı. Sosial şəbəkədə varmı? Bəli. Budur, yanaşdı. Kişiyə o şart qoyub demədi ki, çıx, mənim yanımda dur de, ya mən, ya o, ayrıl, gəl arvadın. Şəbnəm bunu demir.
Budur. Onlarla. Ay balam, bütün pullu olan kişilərin əksəriyyətinin arvadları da bilir ki, ərləri 50 qram içəndən sonra orada-burada gedir səy-səy sülənir. Əksəriyyəti bilir. Və onlar artıq öyrənci əhlidir. Ona görə də siz hinduşka ilə kruşkanı səhv salmayın. Burada eləsi var. Çıxır deyir, mənim ərimdir, əri olmuyor. Hələ deyir, ərimdən deyir, boşandım. Eləsi var, belə deyir, ay dostlar. Olmayan ərdən boşanmaq. Ay aman, görün var mı kəfənində olsun. Şəbnəm heç vaxt çıxıb deməyib. Orada adını yazdığınızı vallahi heç mən kişi yerinə saymam. Heç vaxt. Mən elə kişiləri kişi yerinə saymıram. Arvadına hörmət qoymayan kişi deyil mənim nəzərimdə. Onu siz kişi yerinə saya bilərsiniz. Və o da mənim nəticə çıxartdı. Axırda bir kişilik elədi, evinə döndü. Bir dəfəlik döndü və gözümüzdə qalıqdı. Get, pulun var, param var. Bu qız onsuz da o bicdoğan pula çıxan adamdır da. Pulun verdin, getdin, görüşdün. İndi də o olmasın, o birisi olsun. Pulun sən gül kimi arvadını niyə sındırırsan? Mən həmən o cür əxlaqlı xanımların hüququnun müdafiə komitəsinin sədriyəm, biləsiz. Qiyabi. Rusiyada bu üzrə işim budur, oturub, bəli. Belə xanımlar da varsa mənim direktimə yazsın, onların da ailəsini bitişdirək, bərpa eləyək. Bu cür əxlaqsız müğənni, onların ailəsini dağıdanmasın və bu müğənni onsuz da pula çıxır. Pulunu verdin, şəklini çəkdirdin, çıx getdi evinə. Sən onu bizim başımıza hara qaldırırsan sən? Sən qoyar afət. Axır ki, dostlar, bir ildir vuruşuruq, bir ildən sonra həmən kişi evinə döndü. Buradan ilk dəfədir ki, onun bir kişi hərəkətini gördük. Sağ olsun. Gözümüzdə böyüdü, ucaldı. Biz də deyirdik, ailəsini bərpa eləsin. Vəssalam. Bu niyə kiritmirlər? Çünki düz danışıram. Qanuna söykənib danışıram. Bicdoğanı kiritməlidirlər. O da kiriyəcək az qalıbdır. Az qalıb. Çox azca da səbr eləyin, çox az. Bicdoğanlar kiriyəcək. Bir dəfəlik rubilnikdən söndürəcək, dayanacaq. Qanundan kənar biz iş görmürük. Hər şeydə qanuna söykənmək lazımdır. Hələ o kimlə dans etdiyinin o tipli adamlar fərqində deyil. Ağlı getdi bəzilərinin Şəbnəmə, nə bilim o birisi qızların adı nədir? Ülviyə ona buna fikirləşdi, söz atıram, əşi belə yalanla. Elə deyil. Elə deyil. Yaxşı eləyib Şəbnəm. Şəbnəm subay qadın idi, kimi də istəyərdi, sevə bilərdi. Əcəb eləyib, əlin də Çindən gəlib. Şəbnəm zor eləyib, yaxşı qızdır. Şəbnəm abırlı, həyalı xanımdır. Yaxşı eləyib dağıtmışam. Zato büyüm mənim ərimdir. Gəsən də mənimkini dağıt. Əcəb eləmişəm. Sonra yandığından yazırsan, mən də deyirəm, yaxşı eləmişəm. Olmayan ailənin nətər dağıdaram, ailəsi var idi. Zato zaksı mənnəndir, arvadı mənəm. Özü də çıxıb deyir. Ay balam, indi pullu kişi idi dana, bunun pulunu verib çıxartmışdı o vaxtı bu bicdoğanın. Sonra da nə bilsin ki, bilirsiniz nə edirlər? Mən show biznesdəyəm. İncələmişəm bu məsələni. Deməli, kişinin də birbaşa o vaxtı bu söhbət başlayanda bu tipli şeylər. Mənim bir dostuma danışmışdı ki, canımı qutara bilmirəm. Uşaqla şantaj eləyir. Sağ olun Aytaç xanım. Bu cür insanlar ərə getmədən dədə evində hamilə qalan adamlardan danışıram. Bizim vaxtımızda odlayardılar belə şeyi. Cinayətdir, düzdür, mən demirəm, düzdür, səhvdir. Amma bizim dövrümüzdə eşidirdik ki, filan kəsi nəsildən siliblər, qovublar kənddən. Yəni, nə bilim, bir qan düşərdi, nə düşərdi. Mən eşidirdim də, 4 para kənddə 10 ildə bir dəfə olardı. Amma indi bunu nümunə çəkirlər. Deyir, yerdən qalxan qızlar da deyir, mən oxuyub eləmirəm, dərsdən gedir, ha, söhbət. O deyir, filan kəs deyir, altında maşın, evləri, filan kəsin ərindən də 2 dənə doğdu, yaxşı elə, mən də deyir, o yolla gedirəm. Olmaz. Bunları boykot eləməliyik sosial şəbəkələrdən. Hərənin öz kurğu var da, Sevinç xanım. Hərə öz tayına uyğun adamı sevir. Hərənin öz həyat tərzi. Məni sadə kənd adamları və yaxud qeyrətli adamlar, qeyrətli kənd və şəhər adamları sevirlər. Səni də indi kim sevir, get bax gör kim tayların. Hərənin öz kurğu var. Ay canım. Ay canım. Pula çıxan ikisində doğar 20 yanı var ki. Birini doğanda yer biraz bərkir, ikisini doğanda belə Slovya qoyur. Deyir, git arvadın boşa gəl yanımda dur.
Afət deyir, kimdir məsəl üçün uşağın atası, tutaq ki, nə bilim, Məmməd deyir, kimdir uşağın atası, gəl yanımda dur, denən mənəm. Kişi də durmadı, çıxdı, getdi. Məsələn, belə hadisələr olur. Başa düşdünüz? Bəli, əlbəttə. Mən bu cür o xanımlardan da təşəkkür alıram. Deyirlər, sənin danışığından sonra ərlərimiz evinə döndü və biz ailəmizi bərpa elədik. Bilirsiniz, bu tipli kişilərin xanımları əxlaqlı xanımlar olur. Bu cür əxlaqsız vicdanların dilini, sirrini bilmir. Çıxıb onlara cavab verib onların səviyyəsi. Görürsünüz, cavab verirəm, onların səviyyəsinə düşürəm. Mənə neçəniz yazırsınız ki, niyə o səviyyə düşürsən, niyə belə şey deyirsən, sənə yaraşırmı? Ay dostlar, mən hələ show biznes adamıyam. Hələ siz mənə yaraşdırmırsınız. Bu cür əxlaqlı ev xanımları çıxıb ona nə cür cavab verəcək? Cavab verəcək? Cavab verənməz. Cavab verənməz. Həm mənim quyruğumu tapdaladığı üçün, həm də belə sizin dərdinizə şərik olduğum üçün mən gör nə eləyəcəm. Neynədim? Bir il vuruşmadan sonra Bicdoğan niyə təbrik eləmirsiniz indi? Buradan o xanımı da təbrik eləyək. El qızımdır mənim. Öpürəm onun o gözəl üzündən. Axır ki, onu belə bir öz ailəsinə qovuşdurdum. Kişidir də, yiyib içən piyanska kişidir. Yiyir, içir, pul da çox. Efirdə açanda görür, bu orada oxuyur. Deyirəm, neçəyədir bu məsələn? Deyirlər ki, bir 2000-3000 buraq gətirək. Bunu da orada bu işə baxan adamları var. O adamlar gətirir bunu buna. Bu da puluna minnət. Pulunu ver, şəklini çəkdir. Sonra da bu piyanskadan gəlir, deyir ki, böyük pap olmusan. Arvad da, hə, gic-gicə. 50 qram araq içəndə olur arvad, arağın təsiri gedəndə. Bən niyə çıxmadı ortaya? Dirədim də, çıxardanmadın. Çıxarda da bilməyəsən. Evli evinə dönər, atalar deyir. Yuva yıxanın da yuvası olmaz. Afət xanım, məhkəməyə 100 dənə versin məhkəməyə. 100 yox, 2000 dənə versin. Hələ mən məhkəmə açdırmışam o cür adamlara. Hələ gəlsin burada bir məhkəməmizin axırına çıxaq o tipli adamlar. 10'unu vermişəm məhkəməyə. Mənim quyruğumu tapdalayanlardan. Biri show biznes adamdır, 9'u yox. Bəli. Xeyr ola, biz gedib 5 il musiqi təhsili alırdıq. Sonra universitet oxu, sonra get belə ondan ötürü ki, sən gələsən bu qədər qələt eləyə, əxlaqsızlıq eləyib gəlib başımıza çıxasan. Sən elə oturdaram oturtduğun yerdə, ha, oturduğun yerdə. Dostlar, gördünüz, mən niyə təbrik eləmirsiniz? Başa düşmürəm. İzahını da elədim. Deyirəm, bir ailəni barışdırdıq. Mənim el qızım axır ki, öz ərinə qovuşdu. Bu show biznesdə pula çıxan əxlaqsız müğənninin əlindən bu kişini aldıq. 2 yox, 3 yox, 33'ün doğ. Qoydu getdi səni. Cız. Məni təbrik eləyin. Təbriklər. Çox sağ olun. Urra, təbriklər. Çox sağ olun, var olun. Bəh. Öpürəm sizi. Pozğunların əleyhinə danışanın nəyə pisdir ki? Halal olsun sizi kimi qeyrətli xanımlara, dostlar. Mənim oğlumun TikToku yoxdur canım. Mənim oğlum nə deyəcək? Anası el adəti ilə qanunu ərə gedib. Nə deyə bilər ki? Gedib kimisə ərini qapançalaqlayıb gətirib evimə salmamışam ki. Zaksımı göstərim. Şirat göstərim. Ay canım, kim kimdən doğub nəyim lazım? Yaxşı eləyirəm. Evli insanla görüşmək olmaz. Səhv eləyib görüşmüsənsə, afətin quyruğunu tapdalama. Afət səni yıxıb sürüyəcək. Başa düşdünüz? Nəyi təbrik edirsiniz? Bir ailəni qovuşdurdum, bir-birinə barışdırdım. Axır ki, evli evinə döndü. İçkiyə də eşitdiyimə görə tövbə deyib, deyir, mən içəndə o yola düşürəm, deyir. Ağlım başımda olanda evimə gəlirəm. İçən kimi deyir, özdə ki, mən buradan onun nəzərinə çatdırım, mənim videolarımı ona göndərirlər. Çünki bir dəfə haqqında bir nəsə beynim qızıb bir söz demişdim. Deyir, sən Allah, nə deyir desin, mənə bir dənə o adı deməsin, pərt oluram. Deyib ki, bu Bicdoğan burada Moskvada bir dənə sığan tapıbdı.
Cadir Zavrun verilişində görə. Hə dostlar, burada bir dənə sığan falçısı var. Gətirir bu kişinin dəqiqədə bir şəklini. Kişiyə nə ayırırsa deyir bu sığan. Mən inanmıram ha cadiyama. Ondan sonra ora qaydan kimi buradan elə qaydanda hava limanında bu kişi cumurdu. Oraki şeydi. Arvad deyir sənə yaxşı pul verir. Həyatda onun arvadı ilə danışan. Bax bu çörək kör eləsin. Mənim quyruğumu tapdaladı. Tapdalayan kimi açdım dedim hamısını. Özdə bunlar hamısı Google'da, YouTube'da qalır. Uşaq böyüyəndən sonra da onsuz da böyüyəndə də danışacağım. Nə qədər canımda can var, həmişə danışacağım. Mən elə bir insanam ki, mən tutduğum var, belə tutduğum. Axırda dizin çöküb, belə yerdə bir üzr. Mən səni 1000 qram. Çıxsın da bir dənə. Yəyən varsa çıxsın ortaya. Dərdi sənə qalıb, bəli, quyruğumu tapdalayıb. Əcəb eləyirəm. Yaxşı eləyirəm, dəyməsin mənə, dəyməyim ona. Əcəb eləyirəm. Bəs adam biləndə ki, mən buna dəysəm, bu mənim bic doğduğumu açıb deyəcək. Gör, adam nə qədər qanıxıb, adam nə qədər hayıb. Mən uşağımda bizim kənddə, o vaxtı başqa kənddən gətirdilər ki, bu orada bic doğub, bunu qardaşları axtarır. Yəni, birdən cinayət olar. Yəni, o vaxt belə idi də, kişilərdə qeyrət idi. Fikirləşirdilər ki, bizim nəsildə bic doğan ola bilməz. Gətdilər, gizlətdilər bizim kənddə. Yəni, hamı bilirdi ki, filan kəs qapıdan da çölə çıxa bilmirdi. Yəni, o nəsildə birdən cinayət ola bilərdi. Amma, indi qardaşın altda maşın qoyana bax, dayıya nə bilim, alıp bağışlayana bax. Dayı da, qardaş da atır peysərə. Bir kişiyə 5 arvad halal zad deyil onu. Mollalar özündən çıxardır, bəzi mollalar. Sizi kimi giclərin pulunu almaq üçün onu yazanlara deyirəm. Harada olar bir kişiyə 5 arvad? Vozduqdur, boş şeydir, elə şey yox. Pa. Pozonların sloganı. Mən böyük şurada da qalmışam, Montində də qalmışam, Kirədə də qalmışam. Nə olsun ki qalanda? Mən 2 dəfə ailə qurmuşam, bəli. Ailə. Ailədən gedirək söhbət. Ahmetova nə bilim. DNK deyiləm ki, mən nə bilim. Olmaz. Bir arvad nədir? 2 arvada icazə yoxdur. Şou biznesdə bic doğan o qədərdir. Ay bala, kimində hansı mənim bic doğan quyruğumu tapdalasa onlara da deyəcəm. Başa düşdünüz? Yaxşı eləmişəm. Əcəb eləmişəm. Ay user, əcəb eləmişəm. Cız, yan. Və belə səni yandırmaq üçün səni heç blokada atmıram. Bax, izləyicilərin yazısını gör. Bir doğum ailə dağıdır. Bəli, bəli, bəli. Afət əsəbləşib. Düzdür. Gözəl xanım, çox sağ olun. Öz şəxsi işi zad deyil. Nə şəxsi işdir? Şəxsi işi getsin xarabasında mənlə işi olmasın. Mən quyruğumu tapdalayarsa mən də çıxıb deyərəm onda. Deyərəm ki, cəmiyyəti pozma. Yaxşı eləyirəm. Sənə nə? Əcəb eləyirəm. Məcazi mən də quyruq deyirəm də. Əlbəttə quyruğumuz deyirəm də. Əlbəttə quyruğumuz yox. Mən heç kimin adını çəkmirəm. Mən da bic doğan, ağzı göz çaş kimdir? Baxın. Və yaxud məsələn, gəlin belə deyim. Ən yaxşı aşıq mahnısı oxuyan adını yazın, tutaq ki. Hərənin öz adı var da. Ən yaxşı muğam oxuyan, ən yaxşı bic doğan, ən yaxşı ağzı gözü əyilən. Belə. Hamısını birdən yazmayayım. Cavablar qarışır. Biz sizi sevirik. Çox sağ olun. Sən demişdin deyir ərim Alfonso. Hər dəfə deyirəm. Ağız mənim deyilmi? Mən onu deyəndən sonra da Alfonso olmadı da. Yaxşı eləyirəm. Onun Alfonso qadasını alım. Yaxşı eləyib deyirəm. Hə Alfonso sonra əgər mənim keyf mənim. Mənim kimi qadının əri niyə Alfonso olsun ki? Altına bir dənə təyyarə alıb verərəm. Onlar milyarder. İndi özündə Range Rover S-Class addır. Mənim ərim gərək təyyarəm. Ona təyyarə nədir? Ona şəhər alıb verərəm. Sonra cız. Sən afətə
Xalq yazsın ağzı əri kimdir? Oxu oradan. Öyrətmişəm, Afət məktəbi görüblər. Niyə söyürdün? Yaxşı eləyirdim, xətrimə dəymişdi. Səhər ərim bir də quyruğumu tapdalasın, Alfons nədir? İndi Alfonsun kvadratını deyəcəm, yaxşı eləyirəm. Kim mənim quyruğumu tapdalayırsa, ağzıma gələn deyirəm. Sonra, sizin quyruğunuzu tapdalayana deyirsiniz, yaxşı eləyir. Dalaşana nə deyir ki? O deyir, ona bax, bunların qadasını alım, ona bax. Halal olsun deyir sizə, halal. Əyri ağız, əyri qılça, əyri göz, çəp göz. Daha deyir, show proqrama zaten deyir, çağırılanda ad demirlər. Deyirlər, o ağzı, əyri göz, çaşı çağırır. Çox xoşum gəlir deyir son vaxtlar sizdən. Öpürəm sizi, bir tanələrimsiz. Əcəb eləyirəm, dəymə mənə, dəyməyim sənə. Sən mənim quyruğumu tapdalayasan, mən sənə baş qoşmayacağım. Çıxıb orada ölmüş anama sən deyirsən ki, mənim anamın ayaqlarının həyatında heç elə qadın görməmişəm ki, damar belə çıxıb. Ay mama deyirdim, bu nədir? Deyirdi, köməyimiz olmadı. Ömür boyu hamilə qadın belində bir uşaq şəlləmək, qarnında 2 vedrə ilə, bizdə də kənddə su yoxdur da, hovuzdan daşıyırdıq. Yəni, su daşıyırdıq. Deyir, o da ağırlıq düşüb ayağa qılçaya, ayaqlar belə. Mənim o cür xanım anama, sən bir doğan. Yazdırırsan ki, sənin anan belə olub, filan kəs olub. Mənim anamın kukla kimi ailəsi olub. Özdə ziyalı ailəsi. Mən nə deməliyəm? Mən də sənin faktı qabağına qoyuram ki, qonşun yazdı ki, ona baş qoşma. Onun anasını qonşunun kişi ilə əri gəldi, tutdu, beyninə baltanın sapından vurdu, öldürdü o vaxtı. Qonşun deyir. Abdullah ilə tutub özdə. Get, araşdır. Get, Tarix Nadiri oxu, görəsən. De, get. Payını aldın. Moskvada gəlib saunalarda çıxartdığın hoqqadan get danış. Hələ onu danışmıram. Gürcüstanlı ilə. Özdə bu xeyir ola. Mən kəpənəkçiyə ərə gedən kimi sən təzə kişin Gürcüstanlı olmalıydı. Tez getdin. Burada sauna var. Oradan faktlar var əlimdə. Ağzımı açdırma. Bunu axıra saxlayıram. Ağıllı ol. Məni heç kimlə səhv salma. Bəli. Ay dostlar, bic doğandan nə gözləyərsiniz? Bax, bic doğan ata evində telli duvaqlı ərə getmədən, ondan vağzalı çalınmadan. Canım sizə dedim, vağzalı müqəddəs mahnıdır, müqəddəs. Hər xanıma qismət ola bilmir o. Hər hansı xanıma qismət olursa deyir, ya Rəbbim, nə yaxşı mən bu vağzalını mənə qismət oldu da bizim mental dəyərlərimiz var. Bir adam ki, dədə evində qardaş saymaya, dədə saymaya, əmi dayı. Bu paltar niyə geyinirik, niyə abrımızı, hələ biraz da kofta belə aşağı olanda belə eləyirik ki, ayıbdır da. Bu da ayıbın ən pisidir. Dədə evində getsən qız adı ilə bic doğ. Hələ gəl mənə də belə şey elə. Ağız büz. Canlı doğur, donur. Doğur nədir? Mən də o qədər doğmaqdan. Xonço. Yox, xonço zad nədir? Nə xonço? Başqasını deyirəm, ərini içirdib gətirib evə salıb. Bu kişiyə bunu bir müğənni gətirib 2000 manata o vaxtı. Mən sizə deyirəm. O kişi bir müğənnidən ayrılmışdı. Sonra getdi bir müğənni tapdı. O müğənniyə də klip çəkdirdi demirəm. O dostumuzdur. Məndə olan məlumata görə. Onunla ayrıldılar. O deyilənə görə ki, evdə alıbmış. Onun əlindən aldı evi zadı. Sonra bunu bir müğənni buna çıxartdı 2000 manata. Bax, bizim mətbəxdə olan 2000 manata. Bax, bizim mətbəxdə 2000 manata. Bax, bizim mətbəxdə olan söhbəti deyirəm. Bu, ondan aşıq mahnılarından yanlardan. Bax, bu show biznes əxlaqsız xana dostlar. Mən deyim burada. Həmən bu pullu kişiyə bu müğənnini çıxartdılar 2000 manata. Bu da indi o pulu alıb iş görəndə bilirsiniz bu əxlaqsızlıq gedir də. Konkret burada qadın alveri var. Mən sizə deyirəm. Bu əxlaqsızlıqdır. Ondan sonra bunun adını qoydu ki, ərim. Çünki ərim deməsə, o qadın alveri altında burada iş gedir. Buna iş açarlar. Ondan sonra ərim dedi, bir uşaq da doğdu işini malalamaq üçün. Başa düşdünüz? Dedi, ərim. Afət də çıxdı, maskanı belə cırdı. Ər də bir dəfə ortaya çıxmadı, evli evinə döndü. Всё. Bunu mən kinoya çəkdirəcəm. Yaxşı eləyirəm, niyə utanmalıyam ki? Sən mənə ağzına gələndi, mən deməyim olanı. Sən mənə böhtan at, mən sənə deməyim. Oğlunuz nə deyir? Mənim oğlumun TikTok
Deyir, mənim oğlumun TikToku yoxdur. Mənim oğlum nə deyə bilər? Mən onun işinə qarışmıram ki, o da mənim işim. Bu deyirəm. Bu deyir, millət burada yazır, düz deyir, düz deyir. Səhv deyirəm, yazın, səhv deyirsən ya düz deyirsən. Düz deyirəmsə yazın düz, səhvləmsə deyən səhv yazın. Bax, əlimi də vurmuram. Düzdür, səni sevirik, düz. Nə, bic doğana baxıb yanacağam. Düz doğana baxıb yanamıram ki? Mən niyə bic doğana baxıb yanmalıyam? Sən bic doğana baxıb yanarsan ki, bu nə cür təfəkkürdür? Hamı yazır düz. Başınıza dönüm sizin. Sizdən ötürü yaşamağa dəyər. Düzük biz. Bəli, show biznes hal-hazırda, bax yenə deyirəm, xanəndəlikdən danışmıram, aşıq havalarını oxuyanlardan danışmıram. Bizim hal-hazırda oxuduğumuz janrda, elə aidiyyatı qurumlara da deyirəm, konkret qadın alveri gedir. Konkret qadın alveri gedir. Konkret qadın alveri gedir. Və adamlar, bu pullu olan zona var. Oradakı pullu kişilərə pulla müğənnilər bu sənətə. Mənim başqa yerdən gəlirim olsa, mən çoxdan tüpürüb rədd olaram bu sənətdən. Bu sənətin adını ləkəliyiblər. Köhnə vaxt düzlərin quyruğunu tapdalayır, ağızlarına gələn çıxır, efirdən insanlara əxlaq dərsi keçirlər. Az Hollywoodun kabinetlərində qalmışdınız da siz. Hollywoodun kabinetlərində bilmirik hansı şəmkirli kişilərlə yüzdən. Mən adı niyə deyirəm ki, sonra aparıb məhkəməyə versinlər. Baxın, hansı kişinin hamısının ailəsi var. Show biznesdən də bic doğanların hamısı Şəmkirin Şiştəpə kəndinin kişilərindəndir. Kişilərindəndir. Getsin arvadını boşasın, sənə bic dediyimə görə. Şəmkirli kişilər deyir milyoner. Və indi də keçiblər Gürcüstanlılara. Nədir, nədir, afət getdi Gürcüstandan bir ər tapdı. Nə istəyirsiniz? İndi mənim, nətər deyim bu, həyat yoldaşım gəlin kəndinə keçiblər indi də. Kəpənəkçi kəndinə. Nəysə, bu da belə. Güya sən əxlaqlı, məndən getmir. Mən də yaşım başım almış arvadam. Mənim ağbirçək vaxtımda artıq. Mən özümdən danışmıram. Mən bu yerdən qalxan gənc müğənnilərdən danışıram ki, bizim sənət bu dəqiqə adı show biznesdir, özü əxlaqsızlıqdır. Efirlərdəki pullu olub, o efirlərə pul tapmaqdan ötürü yarışa durublar. Kim kimin ərindən pul qopartdı, odur. Sənə deyir, görmüsünüz, ərimi də görmüsünüz. Bildiniz? Bizim dövrümüzdə də bu tipli şeylər, buna bənzər şeylər susublar, mumublar, mumluyublar və danışmayıblar ki, səfih. Başa düşdünüz? Daha kişidir. Məni niyə yaxşı təbrik eləmədiniz? Dən sonda təbrik eləyim məni. Ki, təbrik eləyirik. Axır ki, bir ailəni qovuşdurduq bir-birinə. Mənim gözəl bacım, buradan səni salamlayıram Moskvadan. Sənin o neçə illərdə çəkdiyin əziyyəti, əzabın axır ki, nəticəsini mən Afət Fərman qızı, yəni sənin o gözəlliyinə xatir, sənin o xanımlığına xatir, səni mən evli barklı o bütövlüyünü təmin elədim. Yəni bu işdə də mənim izləyicilərim mənə yaxından dəstək oldular. Hamısı baxın, təbrik yazırlar. Biz beləyik, biz bic doğanı. İndi bir-iki nəfərə də bu bic doğanlar yamıxır, yaltaqlanır, hədiyyədən zaddan alır ki, Afət qorxacaq filan kəs çıxıb bunun tərəfini tutacaq. Mən heç kimdən qorxmuram. Mən bir dənə qanundan qorxuram. Göydə Allah, yerdə qanun. Bildiniz? Heç mən Mametdən qorxmuram.